Qırırlar. Salam aleyküm dostlar, nə yaşınız, keyfiniz, əfvanınız, əvvəlhamınız, yaxşılarsınız. Deməli, sabah cinsinlə gəldim ilə sökülüyor. Neçə gündə video çəkmirəm çünki adı canlı açıram. Bir-iki gün dostlar canlılara ara vermək istəyirəm. Çünki video çəkəcəm bundan sonra. Yəni bir-iki gün, neçə gün, maksimum 2 gün ara verəcəm canlılara. Belə. Hər nəsə dostlar, gəlin bu balonu uçurdaq. Gözləyin. Şöyləsinə. Kapaq fotoğraflarını bundan alacağım. Sonra baxın qırına olacaq. Gəl. Uçur deyə mən indi uçmadım. Nəysə. Deməli, olsa bu cinsinlə nə qaracam, yəni nə quşlar alacam, sizə onu deyəcəm. Deməli, olsa bu qarabaşa qara quş alacam. Qara quş nə deyəm? Qarabaş quş alacam. Çünki özü qarabaş quşdur. Bilmirəm, qarabaş keçilli quşlardan varsa, indi görmüşəm qarabaş, burada keçilsiz hamısılar. Sonrasa o ağmaya alacam. Buna da sarı erkək, bozquyruq, yəni bozquyruq sarı erkək alacam. Buna plastik keçilli alacam. Bunu kitab vuracam onsuz, yəni alacaq. Bununla da bu cici bala hara etdi? Hə, da burada. Bununla da bunları fırlatım kütə. Sonra hası qaldı. Hə, vəsə. Yəni gələn ilə əbrəş almayacam dostlar. Nişan almayacam. Çünki əbrəş alsam, buna vursam pis çıxacaq. Onun üçün əbrəş almayacam. Hələ özünə oxşayan bir arvad alacam. Özünə oxşayanlardan çıxsınlar. Sonra əbrəş alacam dostlar. Yəni bilmirsə əbrəş almayacam. Əbrəş alacam dostlar. Şəkilli əbrəş alacam üzrə. Şəkilli, ayağı çılpaq əbrəşlərdən alacam. Tutur deyirə. Niyə büzülürlər? Bununla bu üzülür. Niyə büzülürsünüz? Birazdan tüm verəm sizə. Hər neysə dostlar. Deyirlər, qurudulmuş qarğıların da sezonu başlayır. Canlılardan görmüşdüm. Bir də kişi oturub qarğıları təmizləyir. Qurudulmuş qarğıları var ya oradan. Deyəsən, eləncə qarğıları saçışa çıxacaq. Onsuz eləncə istəyirəm. Eləncə qarğıları. Dostlar, baxın, taxtaya baxın, görün nə cinə qoyublar. Hər ikisinin içində var qurtlar, baxın. Görürsünüz. Lazımsız bir məlumat idi. Hər nəysə. Dostlar, bir də ki, sizə üzr istəyirəm ki, demişdim ki, bir gün boyunca oyaq qalmaq videosu çəkəcəm. Yəni, bir gün boyunca oyaq qalmaq deməyəcəm. Bir gecə boyunca oyaq qalmaq. Bir gün boyunca şeydir, yalancı kimidir, amma bir gecə boyunca oyaq qalmaq videosu. Nardım dostlar çəkəcəm, çünki dedim, yatım biraz, yəni biraz gözümü yumum, dəm alındı yerimdə. Yəni, oyunmaq. Sərsən durdum görüm bu yerim içində. Yatıb qalmışım. Hər nəsə dostlar, belə. Amma inşallah elə inanmıyorum ki, o video çəkəcəm dostlar. Gəlin, həftəyə qaldı yenə də. Yavaş-yavaş aparaq dostlar salaqlar yerinə. Sonra nə deyirdim? Bu gecə, yəni indi canlı atmayacam. Sabah atmayacam dostlar. Çünki bugün açdım. Bəlkə ofisini də atmayacam, 2-ci gündür. 3-cünü atacam, 4-cünü atmayacam. Çünki benim tarixdəyim.
Dostlar, baxın, bu həftələr canlı olmayacaq. Birinci gündən üçüncü gün canlımız olmayacaq. Çünki tarix dərsin günüdür. Tarixə də yaxşı hazırlaşmalıyım dostlar. Çünki müəllim məni hazırlayır. Deyir ki, dərs öyrənmir, dərsdən öyrənmir. İndi öyrənə görə nə deyəcək? Hə, yəni verəm. Aya, bu büzülür ya mənim şu an. Anasıra bu da. Aya, nə mən büzülürsün ya, eləməyin. Aya, büzülmə. Şşt, büzülmə ya. Büzülmə, haram onunla. Büzülməsin, nə verək dostlarına. Büzülməsin. Hər nəsə olsa, videomuzu qədər sağ ol, salamat qalın. Özünüzə şu baxın, gələn bölümü görüşənə video bəyənib kanalına abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. 700 abunə oldu, təşəkkür edirəm sizin. 700 abunədən nə videosu gələcək, hələ fikirləşirəm. Dəqiq bilmirəm, bəlkə plakat asma videosu gəldi, bəlkə də yəqin o gələcək, çünki başqa beynimin bir şey girmir. Otaq vlog demişdim, amma otaq vloqum maraqsız olacaq. Yəni belə maraqsız olacaq, həm də sıxıcı olacaq. Ona görə otaq videonu yığışdırıram. Onun yerinə plakat asma videosu çəkdim. Yəni Eşan eləmişdi ya, plakatları aşırdı yerinə. Elənci. Görüm eləyə bilsəm eləyərəm. Hər nəsə dostlar, inşallah olmasında döyülmərəm və söyülmərəm. Çünki bizimkilər biraz burada yaşayanlar biraz yabanidirlər olsun. İnci var, qorxuram. Nəsə çox izləyib, biraz söhbəti. Sağ olun, salamat qalın. Əşələş baxın, gələn bölümə görüşəcək. Video bəyənib, kanalına abunə olmayı unutmayın. Sağ olun, salamat qalın. Təşəkkür edirəm ki, videonun sonuna qədər izlədiniz.